Aziz tələbələrimiz, biz nəyə görə ərəb dilini və ərəb hərflərini öyrənməliyik? İlk olaraq onu bildirim ki, hər bir kəsin ikinci bir dili olmalıdır. Bu dilin ərəb dili olması isə daha yaxşıdır. Nəyə görə? Onun üçün ki, Quran-Kərim ərəb dilində gəlmişdir. Ərəb dili ən zəngin dillərdəndir. Quran-Kərimdə ərəb hərflərində elə bir hərflər var ki, gərgin boğaz hərfləridir. Bu hərfləri tələffüz edərkən boğaz hərəkət edir və həmin hərflərin başqa dillərdə qarşılığı yoxdur. Alimlər araşdırdılar ki, məhz bu səbəbdən ərəblərdə boğaz konseri lap az səviyyədədir. Başqa millətlərə baxmış. Ərəb dilini öyrənərkən alimlərin digər bir araşdırması da odur ki, başqa dilləri elm öyrənərkən beyin inkişaf edir, ərəb dilini öyrənərkən beynin iki tərəfi də inkişaf edir. Bu da ona səbəb olur ki, qocaldığımız zaman uşağa dönməyək, müdrik qoca olaq. İnsanlara nəsihət verən qocalardan biz olaq inşallah. Ərəb dilinin digər bir özəlliyi də olur ki, biz dünyamızı dəyişərkən sorğu-sualımız ərəb dilində olacaq. Hər kəs orada ərəb dilində danışacaq. Ona görə də biz bu dünyada üçün ərəb dilini öyrənməliyik. Bir də mənim tələbələrim ki var, yaşları biraz artıq, onlar narahat olmasınlar. Yəni 60 yaşında, 70 yaşında belə tələbələrim olub. Əsas odur ki, öyrənə bilmədiyi zaman tövbələr ilə çoxlucan ki, Allah sizə qismət eləsin bunu öyrənməyinizi. Yaşlı tələbələrim üçün bir hədisi var, onu danışım, söhbətimi bitirim. Belə ki, olmuş bir hadisədir. Biri 30 yaşına çatdığı zaman elm öyrənmək beyninə düşür, ürəyindən keçir ki, çoxlu elm öyrənsin. Düşür, gedir mədrəsələrə. Öyrənmək istəyir, baxır ki, hər kəs bundan yaşı azdır. Hər kəs nə deyirsə ustadları o dəqiqə qavrayır, o dəqiqə danış deyirlər, amma bu heç nə öyrənə bilmir və yoldaşları bunu öyrəndirlər. Sonra ən son ustad buna deyir ki, görürəm ki, sən heç nə öyrənəmirsən. Mən sənə bir cümlə verəcəm. Sən get bu cümləni evində əzbərlə. Sabah gəl. Əgər o cümləni mənə əzbər təhvil versən, dərslərimizə davam edəcək. Amma əzbər mənə təhvil verə bilməsən, mən daha sizə dərs deməyəcəm. Cümlənin də təqribən məğzi belə idi ki, ərəb dilində idi. İndi o ərəb dilini amma bilmirdi. Ərəb dilində belə idi məğzi ki, ustadlar araşdırıblar ki, itin dərsi nəcizdir. Bu cümləni gəlir, evdə 100 dəfə oxuyur. 100 dəfə oxuduqdan sonra gedir sabaha gün ustadı deyir, denə. Bu deyir ki, cümləni elə formada deyir ki, tərcüməsi belə olur ki, ustadın dərsi nəcizdir. Yəni uşaqlar buna çoxlu gülürlər. Ustadı da deyir ki, yox, səndən heç nə öyrənən çıxmaz. Bu narahat olur, çıxır qoyur gedir. Gedir dağlara. Dağlarda gəzir, düz 10 il üstündən keçir. 30 yaş gəlir olur artıq 40 yaş. Bir gün bir dağın yanında, döşündə oturmuşdu, uzanmışdı, xəyallara dalmışdı ki, baxır ki, bir daşdan, ucadan naif bir su damcısı düşür, bərt bir daşın üstünə düşür. Damcı düşür. Amma bu damcı o qədər düşüb ki, həmin daş oyulub. Oyulub özünə yer eləyib. Bu zaman deyir ki, ey dadi bidat, bu narın su damcısı o bərtlığa daşı oya bildi də, mənim elm qəlbimə niyə yermədi? Bu su damcısı bura çox düşüb deyə bu daşı oyub. Demək, mən də elmi çox oxusam, mənim də beynimə yer yer, ürəyimdə yer tapar. Deyir, qayıdır yerindən təzədən gedir mədrəsiyə. Təzədəndən başlayır oxumağa və deyir ki, deməli, çox oxumalıyam. Çoxlu oxuyur, dövrünün ən elmli insanlarından olur və ən çətin kitablardan biri müəllifidir ki, yəni kitabda yazır. Onun üçün də sizlər də bilmədim deyə həvəsdən düşməyin, çoxlu oxumağı ilə öyrənəcəksiniz inşallah.